müstəhəbdir ki, iftara yaxın süfrə açılsın, yeməklər düzülsün. Yəni, fiziki olaraq sənin qüdrətin var o yeməkdən, sudan içəsən, yeməyi yesən, düzülüb qabağa. Amma nəfsi biraz da neynirsən? Əsəbləşdirirsən. Amma deyirsən ki, dayan, hələ dayan, hələ gözlə, hələ olmaz. Niyə olmaz? Səbəb nədir? İndi 5 dəqiqə qabaq yedin, ya 5 dəqiqə sonra yedin. Nədir bu? Hələ Allah icazə vermir. Bu gözəl islahatdır nəfs üçün. Hələ ondan icazə gəlmir. Yəni, bunun o mənəvi zövqünü tutmaq lazımdır. Bu zövqü yaşamaq lazımdır. Ələlxüsus iftar açılan vaxtı. Və yaxud da ki, hələ imsaqda da həmçinin. Ki, saxlayırsan özünü ki, Allah icazə vermir.